Salam əziz izləyicilərimiz, bugün sizlərlə bərabər müxtəlif mühitlərdə elektrik cərəyanına aid olan ətraflı yazılı cavab tələb olunan tapşırıqların həllinə baxırıq. Birinci sualımızla başlayaq. Çıxış işi 1,8 vur 10⁻18 joule olan metaldan elektronun qopması üçün onun minimal sürəti nəyə bərabər olmalıdır? Biz əvvəlcə bilməliyik ki, elektronun metaldan qopa bilməsi üçün ona ən azı çıxış işinə bərabər bir enerji verilməlidir. Onda Y kinetik bərabərdir A çıxış yaza bilərik. Buradan kinetik enerjinin yerinə mv kvadratı bölünsün 2 yazıram. Bu bərabərdir çıxış işinə və bizə lazımdır həmin minimal sürət, yəni V. V-ni buradan təyin etdiyimiz zaman 2A çıxış bölünsün M alınır. Verilən kəmiyyətləri yerinə qoyub hesablamaq qalır. 2 vurulsun A çıxış 1,8 vuraq 10 üstündə -18-dir. Bölünsün 9 vurulsun 10 üstü -31. İndi 1,8 vur 10 üstü -18-i biz 18 vur 10 üstü -19 kimi qeyd etsək, 18 ilə 9-u aparıram, yuxarıda qalır 2, 2-ni 2-yə vururam 4. İndi 10 üstü -19 və 10 üstü -31 apardığımız zaman aşağıda 10 üstü -12 qalacaq. İndi buradan diqqət edirik ki, yuxarıda 4, aşağıda isə 10 üstü -12 qalıb. Kök 6 ifadədən çıxsa 2 böl 10 üstü -6 edəcək və buradan 10 üstü -6-nı da yuxarı daşısaq 2 vur 10 üstü 6. İndi bizdən cavabı megametr böl saniyə ilə ifadə etməyimizi istəyir. Mega təbii ki 10 üstü 6 deməkdir. Onda 2 vur 10 üstü 6-nı biz 2 megametr bölünsün saniyə kimi yaza bilərik. Deməli, burada lazım olan minimal sürət 2 megametr bölünsün saniyə olacaq. Metal və yarım keçirici içərisində su olan qaba salınıb, suyu qızdırdıqda A1 və A2 ampermetrlərinin göstəricisi necə dəyişər? Metal R1-dir, yarım keçirici isə R2-dir. Və bizə deyilir ki, suyu qızdıraq. Biz bilməliyik ki, metalların müqaviməti onların temperaturu ilə düz asılıdır. Yarım keçiricilərin müqaviməti isə onların temperaturu ilə tərs mütənasib olaraq asılıdır. Yəni biz temperaturu artırdığımız zaman metalların müqaviməti temperaturla düz asılı olduğuna görə müqaviməti artmış olacaq. Ancaq yarım keçiricilərin müqaviməti temperaturla tərs asılı olduğuna görə yarım keçiricinin müqaviməti isə azalmış olacaq. Və yenə də bilirik ki, cərəyan şiddəti müqavimətlə tərs asılıdır. Ohm qanununa əsasən I bərabər U bölünsün R'dir. Yəni müqavimət azalanda cərəyan şiddəti artır, artanda isə azalmış olur. Onda biz ampermetrin göstərişini axtarırıq. Ampermetr də cərəyan şiddətini göstərir. Yəni müqavimətin artdığı yerdə cərəyan şiddəti azalır, müqavimətin azaldığı yerdə isə cərəyan şiddəti artmış olacaq. Daha sonra, yəni A1-in göstərişi azalar, A2-nin göstəricisi isə artmış olar. Üçüncü sualımıza baxsaq, içərisində gümüş nitrat olan iki eyni elektrolitik vannadan axan cərəyan şiddətinin zamanınaslıq qrafiki verilir. T0 müddətində vannalarda ayrılan gümüşün nisbəti nəyə bərabərdir? Bunu hesablayın. Diqqət ediriksə, I-nin T-dən asılıq qrafiki verilib. Baxın, yazaq ki, Q bərabərdir I vur T. Əgər bu I vur T bizə qrafikə baxırıq. Qrafikdə I vurulsun T. Bu kəmiyyətlərin hasili bizə bir düsturu xatırladırsa, hansı ki xatırladır, I vurulsun T yükün düsturu olacaq, Q-nün düsturu olacaq. Onda deməli, bu halda biz qrafikin sahəsindən bu ifadəni çıxarda bilərik. Yəni, I-ni T-yə vurduğumuz zaman düsturu verdi Q-nü. Deməli, qrafikin sahəsindən tapacağıq Q-nü. Qayda budur. İndi onda gəlin biz birinci və ikinci haldakı yükü təyin eləyək əvvəlcə. Birinci haldakı yükü təyin eləmək üçün birinci fiqurun sahəsinə baxmaq lazımdır. Birinci fiqur gördüyümüz kimi burada I0, T0 kimi tapılacaq sahəsi düzbucaqlıdır. I0 vur T0 yazmaq lazımdır. I0, T0 birincinin sahəsi olacaq. Və bu bizə birincinin yükünü verəcək və ikincinin yükü isə, ikincinin yükünü təyin eləmək üçün isə ikincinin sahəsinə baxmaq lazımdır. İkincinin T ilə yaratdığı fiqur isə gördüyümüz kimi üçbucaqdır. Onda bunun sahəsindən biz yükü təyin edə bilərik. Q yenə də bərabərdir. İndi yazaq Q2. Q2 bərabərdir I0 T0 böl 2. Yəni üçbucağın sahəsi 2-də 1 AB-dən gedirəm. Olacaq I0 T0 bölünsün 2. İndi bizə lazımdır kütlələri təyin eləmək. Biz bilməliyik ki, elektrolitik vannada ayrılan maddənin kütləsi
n bərabərdir KQ düsturu ilə təyin olunur. Deməli, yazıram ki, n bərabərdir KQ. Hər iki vannada eyni məhlul olduğuna görə K elektrokimyəvi ekvivalent sabitdir. Buna baxmırıq. M və Q gördüyümüz kimi düzmültənasib olaraq asılıdır. Onda M1 bölünsün M2 bərabərdir Q1 bölünsün Q2 yaza bilərik. Q1-imizin yerində I0 T0 dayanır. Q2-mizin yerində isə I0 T0 bölünsün 2. Bu 2 qalxsa yuxarı, I0 T0'lar getsə nisbət 2-yə bərabər olacaq. Sualın doğru cavabı 2 olmalıdır. Daha sonra 4-cü sualımıza gəlsək, vakuum diodunun anodu ilə katodu arasındakı məsafə 3,6 cm, gərginlik 40 volt olarsa, elektrodlar arasında hərəkət edən elektronun təcilini hesablayın. Bizə lazımdır təcili hesablamaq. Bunun üçün gəlin təcilin düsturunu yazaq. Təcil bu cismə təsir, bu zərrəciyə təsir edən qüvvənin kütləyə olan nisbəti kimi tapılacaq. Təbii ki, zərrəciyə təsir edən qüvvə üçün də QY yaza bilərik. Yazıram QY bölünsün M. Və diqqət edirik ki, burada gərginlik və məsafə verildiyinə görə Y bərabər U bölünsün D düsturuna müraciət edəcəyik. Olacaq QU bölünsün M vurulsun D. İndi buradan diqqət edirik ki, söhbət burada elektrondan gedir. Elektronun yükünü Q yox, Y olaraq ifadə eləsək, onda Y bölünsün M nisbətini bizə veriblər. Baxın, Y bölünsün M nisbətinin yerinə 1,8 vur, 10 üstü 11'i qoyacam. Deməli, bərabərdir. Yuxarı Y böl M nisbətinin yerinə 1,8 vurulsun, 10 üstü 11 qoyuram. U gərginliyimizi 40 volt olaraq verir, yazıram 40 və elektrodlar arası məsafə 3,6 cm-dir. Santimetri də metrə çevirdiyimiz zaman böləcəyik 100-ə. Eləyəcək 3,6 vur, 10 üstü -2. İndi hesablamağımıza gəlsək, 1,8 ilə 3,6 getdi, burada qaldı 2. Daha sonra 40 ilə bu 2-ni aparsaq burada qalar 20. 20 vur 10 üstü 11 böl 10 üstü -2 qalıb. Baxın, 10 üstü -2-ni onsuz da biz yuxarı 10 üstü 2 kimi göndərəcəyik. Alınacaq burada nə? 20 vur 10 üstü 11 vur 10 üstü 2. Yəni 2 0 burada, 11 burada, bir dənə də 0 burada. Ümumilikdə edəcək 12, 14. Deməli 2 vur 10 üstü 14. Metr böl saniyənin kvadratı bizim cavabımız olmalıdır. Yəni elektronun təcili 2 vur 10 üstü 14 metr böl saniyə kvadratı olacaq. 5-ci sualımıza keçirəm. Gümüş nitrat məhlulu olan 3 eyni elektrolitik vanna sxemdə göstərildiyi kimi cəryan mənbəyinə qoşulub katodun üzərində eyni zaman ərzində ayrılan gümüşün kütlələri arasında hansı münasibət doğrudur? Biz bilirik ki, katod üzərində ayrılan gümüşün kütləsi üçün biz M bərabərdir K vurulsun Q düsturundan istifadə edə bilərik və buradan da zaman qeyd etdiyinə görə Q-nü də I vurulsun T kimi açıram, K, I, T alınır. İndi hər bir vannada eyni məhlul var deyə K sabitdir, eyni zaman müddəti deyilir deyə I də sabitdir. Deməli, burada M-in sadəcə I cəryan şiddətindən asılılığı bizə lazımdır. Biz diqqət edək, gəlin baxaq. 3 eyni vanna olduğuna görə hər bir vannadakı məhlulun müqaviməti eyni bir qiymətə malik olacaq. Yəni, hər birinə R və R deyə bilərik. İndi biz cəryanı gəlin göndərək. Cəryanı göndərdiyimiz zaman əvvəlcə paralel qol qarşımıza çıxır. R və R, hansı ki 3 və 2-ci R müqavimətlər bir-birinə paralel qaydada birləşib. Burada cəryan bərabər bölünəcək. Çünki I bərabərdir, U bölünsün R-dir bizim düsturumuz. 2 və 3 bir-birinə paralel birləşdiyinə görə bu qollarda U sabitdir və müqavimətlər də eyni olduğuna görə cəryanlar da eyni olmalıdır. Yəni, yuxarı qola I qədər cəryan, yenə aşağı qola I qədər cəryan göndərmək lazımdır. İndi yuxarı və aşağı qollarda olan I cəryanlar təbii ki birləşib, yekun bu bunlara ardıcıl birləşən bir qolundan keçməlidir. Onda birinci vannadan 2i qədər cəryan keçmiş olacaq. Deməli, cəryanımız mənbədən çıxır, R müqavimətlərə I və I olaraq paylanır və bu paraleldən çıxdıqdan sonra isə birləşib 2i olaraq birinci müqavimətin üzərindən getmiş olurlar. Biz artıq hər bir vannadan hansı cəryanın getdiyini bilirik. Deməli, 3-cü vannada I, 2-də də I və 1-də isə 2i.
Buna əsasən təbii ki, kütlələri müqayisə eləmək olar. Hardakı cəryan şiddəti böyükdür, orada elə ayrılan maddənin kütləsi də böyük olacaq. Onda ən böyük birincidə olmalıdır, yəni M1 hər birindən böyük olacaq və M2 isə M3-ə bərabər olacaq. Yəni 2 və 3-də i-lər bərabərsə, m-lər də bərabərdir. İndi biz diqqət edək ki, bəs kütlə olaraq hansı neçə dəfə böyük? M1 neçə dəfə böyük olacaq? Təbii ki, birincinin üzərindən keçən cəryan şiddəti 2 dəfə böyükdürsə, kütlə də 2 dəfə böyük olmalıdır. Onda böyüyü bölək ki, balacalara bərabər olsun. Yəni M1 bölünsün 2 bərabərdir, M2 bərabərdir, M3 kimi bir bərabərliyi daha dəqiq ifadə etmək üçün yaza bilərik. Daha sonra 6-cı sual yenə də eyni məntiqdə bir sualdır. Biz yazırıq m bərabərdir k vurulsun q. Q-nün də yerinə yenə yazırıq k vurulsun i vurulsun t. Hər bir vannada eyni bir məhlul olduğuna görə k elektrokimyəvi ekvivalent sabitdir. Eyni zaman ərzində ayrılan gümüş kütlələri lazımdır deyə zaman da sabitdir. Onda bizə lazımdır sadəcə kütlənin i cəryan şiddəti ilə olan asılığı. Hər bir vannadakı məhlul eyni məhluldur deyə müqavimətləri biz sabit götürsək, indi buradan cəryan şiddətimiz gəlsin. Mənbədən çıxan cəryanı biz necə bölüşdürə bilərik? Baxın. Aşağıda R və R bir-birinə ardıcıl qaydada birləşib. Onda aşağıdakı ümumi müqavimət 2R-ə bərabərdir. Yuxarıda isə sadəcə bir R müqavimətli naqilimiz var. Yəni yuxarı və aşağı qol bir-birinə paralel birləşib. Yuxarıda R, aşağıda isə 2R müqavimətimiz var. İndi cəryan burada necə bölünəcək? I bərabərdir, U bölünsün R-dir. Yuxarı və aşağı qol ümumilikdə bir-birinə paralel olduğuna görə gərginliyə baxmırıq, müqavimətə baxırıq. Hardakı müqavimət 2 dəfə azdır, ora göndərəcəyimiz cəryan 2 dəfə çox olmalıdır. Onda biz baxırıq ki, yuxarı qolda müqavimət 2 dəfə az olduğuna görə yuxarıya göndərdiyim cəryan şiddəti 2 dəfə çox olmalıdır. Yəni yuxarı 2i göndərirəm, aşağı isə i göndərirəm. Diqqət edirsinizsə, aşağıda müqavimət 2 dəfə çox olduğuna görə 2 dəfə müqavimətin çox olduğu yerə 2 dəfə cəryanı az göndərirəm. Yəni yuxarı 2, aşağı isə 2 dəfə ondan az, yəni i qədər cəryan göndərmiş oluram. İndi 1 və 2 bu vannalar bir-birinə ardıcıl qaydada birləşiblər. Ona görə də burada cəryan şiddəti sabit olmalıdır. Yəni birin üstündən i gedirsə, ikincinin də üzərindən elə i qədər cəryan getmiş olacaq. İndi biz artıq hər bir vannanın üzərindəki cəryan şiddətini bilirik. Deməli 3i-də, üçüncüdə 2i, birincidə i, ikincidə isə yenə i. İndi kütlələrə baxsaq, kütlələr dedik cəryan şiddəti ilə düz asılıdır. Düz asılı şəkildə yazmalıyıq. Yəni M3 böyüdür, çünki orada cəryan da böyüdür. M1 isə M2-yə bərabərdir. Yaxşı, M3 neçə dəfə böyüdür? 3-dəki cəryan 2 dəfə böyüdür deyə kütlə də 2 dəfə böyük olacaq. Hər zaman böyükləri bölək ki, digərlərindən kiçiklərə bərabər olsun. Deməli M3 bölünsün 2 bərabərdir M1 və M2-yə. Onda cavab qeyd etdiyimiz şəkildə olacaq. Daha sonra İki eyni elektrolitik vanna ardıcıl olaraq birləşdirilib. Birinci vannada kuprum xlor məhlulu, ikincidə də yenə kuprum xlor, burada 2 valentlidir, məhlulu vardır. İkinci vannada 40 qram mis ayrıldığını bilərək həmin müddətdə birinci vannada ayrılan misin kütləsini hesablayın. Burada diqqət ediriksə, birinci vannada mis xlorid, burada mis 1 valentlidir, digərində isə 2 valentlidir. Gəlin burada qeyd edək. Deməli, burada qeyd eləsək, mis 1 valentlidir burada. İkincidə isə 2 valentlidir ki, baxın 2 valentlidir ki, burada mis xlorid məhlulu bu şəkildə qeyd olunub. Yəni, bu mis 2 xlorid şəklində yazılmalıdır. Deməli, burada bizə lazımdır kütləni təyin eləmək. Onun üçün də m bərabərdir KQ yazıram. K-nın da yerinə təbii ki, 1 bölünsün YNA vurulsun, böyük n bölünsün, kiçik n yazmaq olar. Onu da yazıram, 1 bölünsün YNA, böyük n bölünsün, kiçik n. Və bunlar ardıcıl birləşdiyinə görə Q sabitdir, ona görə Q-nü açmağa ehtiyac yoxdur. İndi burada diqqət edirik ki, kütlə n
valentliklə tərs mütənasib olaraq asılıdır. Ona görə də M1 bölünsün M2 bərabərdir tərsinə, valentliklə tərsinə də N2 bölünsün N1. Birinci vannada olan misin 40 qram, ikinci vannada 40 qram mis ayrılıb. Birinci vannada ayrılanı isə bizdən istəyirlər. M1 bölünsün. İkinci vannada ayrılan misin kütləsi 40 qramdır. İkinci vannadakı misin valentliyi 2'dir. Baxın, ikinci vannadakı misin valentliyi qeyd etdik ki 2'dir. Birinci vannadakı misin valentliyi isə 1'dir. Onda ikinci üçün N2 üçün yazıram 2, N1 üçün yazıram 1. Buradan N1'i təyin etdiyimiz zaman 80 qram alınmış olur. Yəni birinci vannadan ayrılan misin kütləsi 80 qram olmalıdır. 8-ci sualda yenə eyni şəkildə bizə mis klorid məhlulları verilir. Burada birinci məhlulda misin valentliyi 1'dir. İkinci məhlulda isə misin valentliyi 2'dir. İndi biz yenə də yazırıq M bərabərdir K vurulsun Q. K elektrokimyəvi ekvivalenti 1 bölünsün Na vurulsun böyük M bölünsün kiçik N şəklində yazıram vurulsun Q. İndi buradakı bütün deməli ədədlər, kəmiyyətlər sabitdir. Həmçinin yük də sabitdir çünki ardıcıl birləşmədir. Ardıcıl birləşmədə bilirik ki yük sabit qalmalıdır. İndi M N ilə tərs mütənasib olaraq asılıdır. Yəni burada eyni bir müddət dediyinə görə yükü hər bir belə deyək birinci vannada 40 qram mis ayrıldığı müddətdə digər vannada ayrılan misin kütləsi bizə lazımdır. Yükü sabit götürürük bu səbəbdən. Molyar kütlələri sabitdir, hər biri misdir. Na və Y-də bilirik ki sabitlərimizdir. M ilə N-i biz tərs mütənasib olaraq yenə də götürsək M1 bölünsün M2 bərabərdir tərsinə N2 bölünsün N1-ə. İndi M1 birinci vannada ayrılan misin kütləsi 40 qram, ikinci vannada ayrılanı bilmirik. İkinci vannadakı misin valentliyi 2, birinci vannada isə 1. Onda M2'ni buradan təyin etdiyimiz zaman alınacaq 40 bölünsün 2, yəni 20 qram alınacaqdır. Uyğun düsturları yazmaqla elektroliz prosesində kadodda ayrılan metalın həcminin cəryanın keçmə müddətindən asılı qrafikini çəkməyimizi istəyir. Təbii ki, yenə M bərabərdir K Q-nü yazaq. Cəryan şiddəti bizdə sabitdir. Q-nü biz IT kimi açırıq. M-in yerinə də gəlin rho V yazaq. Deməli, M kütlənin yerinə yazıram rho V. K, Q-nün də yerinə yazıram I vur T. Bizə deyilir ki, cəryan şiddəti sabitdir. K sabitdir. Bizə lazımdır həcm. Həcmi təyin eləsək buradan, həcmin zamanı nasıl lazımdır? Həcmi təyin etsək olacaq KIT bölünsün rho şəklində. İndi buradan təbii ki, həcmin zamanla düz mütənasib olaraq asılı olduğunu görürük. Düz mütənasib asılığı yazmaq lazımdır. Daha sonra uyğun düsturları yazmaqla elektroliz prosesində eyni zaman ərzində, bu dəfə isə zamanı sabit verir və cəryan şiddətindən asılığı bizdən istəyir. Yenə də eyni ifadələri yazsaq, M bərabərdir K vur Q, M-in yerinə yazıram rho vur V, K vurulsun, Q-nün yerinə isə I vur T yazacaq. Və cəryan şiddətindən asılılığı bizdən istəyirlər. V bərabərdir K I T bölünsün, rho şəklində yazmaq olar. V-nin I-dən asılılığı gördüyümüz kimi düz mütənasib olaraq asılılıq mümkün olacaq bizdə. V-nin I-dən asılı olacaq düz mütənasib. Sabit gərginlik mənbəyinə paralel olaraq rezistor və termistor qoşulub. Termistoru qızdırdıqda ampermetr və voltmetrin göstəricisi necə dəyişər? Deməli, yuxarıda bir termistor, aşağıda isə bir rezistor var. Termistor yarım keçiricidir, müqavimət temperaturla tərs asılıdır. Və aşağıda isə bizdə metal verilib, yəni rezistor verilib. Biz termistoru qızdırırıq. Termistor qeyd etdik ki, yarım keçiricidir və müqaviməti temperaturla tərs asılıdır. Termistoru qızdırmaq temperaturunu artırmaq demək olduğuna görə bu halda termistorun müqaviməti azalmış olacaq. Termistorun müqaviməti azaldısa, termistorun üzərindən keçən cəryan şiddəti artmış olacaq. Yəni, sırf termistorun üzərindən keçən cəryan şiddəti üçün ifadəni yazsaq, gərginlik bölünsün R termistor yaza bilərik. Bizdə termistorun müqaviməti azaldığına görə termistor üzərindən keçən cəryan şiddəti artmış olacaq. Deməli, yuxarı qoldan keçən cəryan şiddəti artacaq.
Və aşağı qolda isə təbii ki, heç bir dəyişiklik olmayacaq. Çünki biz rezistoru qızdırmamışıq və soyutmamışıq. Bu halda rezistorun müqaviməti dəyişə bilməz. Təbii ki, rezistor burada paralel qaydada qoşulub dövrəyə və bu səbəbdən bunun gərginliyi də dəyişmir. Yəni termistordakı, rezistordakı və ümumi dövrədəki gərginliyi bu halda bir-birinə bərabərdir və bunların heç birində dəyişiklik olmur. Rezistorun da gərginliyi dəyişmir burada. Gərginlik dəyişməyib, R dəyişməyib, deməli rezistor üstündən keçən cəryan da dəyişməyib burada. İndi biz bilirik ki, paralel qolda yuxarıdan gələn cəryanla aşağıdan gələn cəryan şiddəti cəmlənərək ampermetrin üzərindən gedir. Yuxarıdan gedən cəryana deyirəm I1, aşağıdan keçən cəryana da deyirəm I2. I1 cəryan şiddəti artmış oldu, I2 isə dəyişmədi. Onda yekun cəryan yenə artmış olacaq. Çünki biz bilirik ki, yekun I cəryanı yuxarıdan gələn I1 cəryanı ilə aşağıdan gələn I2 cəryanının cəmrinə bərabərdir. Aşağıdan gələn ilk cəryan dəyişməsə də, termistorun üstündən keçən cəryan şiddəti artdığına görə ümumi dövrədəki cəryan şiddəti də artmış olacaq. Yəni ampermetrin üzərindən keçmiş cəryan şiddəti artacaq. Beləliklə, ampermetrin göstəricisi artacaq, ampermetr cəryan şiddətini göstərir, ampermetrin göstəricisi artmış olacaq, voltmetrin göstəricisi isə dəyişməz. Baxın, voltmetri qoşublar R rezistora və rezistorun müqaviməti dəyişməyib, rezistor üstündən keçən cəryan dəyişməyib, rezistorun gərginliyi də burada dəyişməz. Daha sonra 12-ci suala keçsək. Bu halda isə sabit gərginlik mənbəyinə paralel olaraq rezistor. Burada bir diqqətsizlik var. Bax, bura termistor olacaq. Aha. Deməli, sabit gərginlik mənbəyinə paralel olaraq rezistor, termistor qoşulub. Termistoru soyudanda ampermetr və voltmetrin göstəricisi necə dəyişər? Yenə eyni qaydada termistor bizdə yarım keçiricidir. Yarım keçiricinin müqaviməti temperaturla tərs asılıdır. Biz termistoru soyuduruq, yəni temperaturu azaldırıq. Bu halda termistorun müqaviməti artmış olur. Termistorun müqaviməti artanda termistorun üzərindən keçən cəryan şiddəti isə azalmış olur. Çünki I bərabər, baxın sadəcə yuxarı qolu üçün I bərabər U bölünsün R termistor yazıram. Termistorun müqaviməti artdığına görə termistor üzərindən keçən cəryan şiddəti I1 deyək buna, I1 azalmış olur. İndi gəlin rezistora baxaq. Rezistor qoşulub paralel qaydada dövrəyə və rezistoru biz temperaturunu artırıb azaltmamışıq. Ona görə rezistorda müqavimət dəyişə bilməz. Rezistorun müqaviməti dəyişməyib, eyni zamanda burada gərginlik də dəyişmir. Tutaq ki, baxın, dövrənin məsələn tutaq ki 60 volt gərginliyi var. Bu 60 volt gərginliyi rezistorun da üzərinə düşür, termistorun da üzərinə düşür. Yəni termistordakı gərginlik də 60-dır, rezistordakı gərginlik də 60-dır, ümumi dövrədəki gərginlik də 60-dır və bunlar da sabit verib, yəni bunlar dəyişmir hal-hazırda. Ona görə gərginlik də dəyişmir. Gərginlik dəyişmirsə, təbii ki, gərginliyi ölçən cihaz voltmetrin göstəricisi də dəyişməz, yəni sabit qalar. Eyni şəkildə dedik, aşağıdan gələn I2 cəryanımız var. Bu I2 cəryan da dəyişmir. Amma biz bilirik ki, yuxarıdan gələn I1 cəryanı ilə aşağıdan gələn I2 cəryanı cəmlənərək ampermetrin üzərindən gedir və ampermetrin üzərindən gedən ümumi cəryana I desək, I bərabərdir I1 ilə I2-nin cəminə. İndi aşağıdan gələn I2 cəryanı dəyişməzsə də yuxarıdan gələn I1 cəryanı azaldığı üçün I cəryan şiddəti də azalmış olacaq. Yəni ampermetrin üzərindən keçən cəryan şiddəti azalmış olacaq. Cavab, ampermetrin göstəricisi azalar, voltmetrin göstəricisi isə dəyişməz. Daha sonra digər sualımıza keçək. Elektrokimyəvi ekvivalenti 2 vur 10 üstü mənfi 7 kiloqram bölü kulon olan maddənin ekvivalentli ionunun kütləsini hesablayın. Burada ekvivalentli ion deyirsə, valentinə də vurmaq lazımdır. N bərabər K vurulsun Q yazsaq. Bir də valent sayı 2 olduğuna görə 2-yə də vuracaq. Deməli, olacaq bizdə K vurulsun. K2 vuraq 10 üstü mənfi 7-dir. Vurulsun. Y maddənin kütləsi 1,6 vuraq 10 üstü mənfi 19-dur. Və ekvivalentli iondur. Vur 2. Deməli, buradan qeyd etsək, alınacaq bizdə 6,4 vurulsun 10 üstündə mənfi 25. Daha sonra 14-cü suala keçsək, burada da 3 valentli iondan söhbət gedir. Yenə də N bərabərdir. K vurulsun Q düsturudur. Burada yükün yerinə biz 3Y yazmalıyıq. Yükün yerinə 3Y yazacaq. Deməli, olacaq 3 K
və Y. Deməli, 3 vurulsun K-mız elektrokimyəvi ekvivalent 1 vuraq 10 üstü mənfi 7-dir. 10 üstü mənfi 7 kimi yazaq. Vurulsun Y isə 1,6 vurulsun 10 üstündə mənfi 19-dur. Onda burada edəcək bizdə 4,8 vurulsun 10 üstündə mənfi 26. Daha sonra 15-ci suala keçsək, reostatın sürgü qolunu bir vəziyyətindən iki vəziyyətinə gətirdikdə cəryan şiddəti və katod üzərində vahid zamanda ayrılan gümüşün kütləsi necə dəyişər? Uyğun düsturları yazmaqla fikrinizi əsaslandırın. Əvvəlcə biz reostatın işləyən uzunluğuna baxmalıyıq. Baxın, müsbətdən cəryan şiddətimiz gəlir. Cəryanın müsbətdən gəldiyi şəkildə, baxın, bu şəkildə reostat üzərindən gedib yolunu tamamlamış olacaq. Burada biz diqqət edirik ki, reostatın hal-hazırda işləyən uzunluğu bu qədər uzunluqdur. Yəni bu uzunluq hal-hazırda reostatın bu uzunluğundan cəryan şiddəti getdiyinə görə biz buna işçi uzunluq deyə bilərik. İndi biz reostatın sürgü qolunu bir qədər sağa çəkirik, yəni 2 nöqtəsinə çəkmiş oluruq. Bu halda yenidən biz cəryanı göndərsək, baxın, müsbətdən cəryan şiddətimiz gəlir və bu halda isə 2 üzərindən getmiş olur və yenə də belə olacaq. İndi burada diqqət ediriksə, reostatın işçi uzunluğu azalmış oldu. Yəni hal-hazırda reostatın sadəcə bu hissəsindən cəryan getmiş oldu. Reostatın işçi uzunluğu, yəni L azalmış oldu. İşçi uzunluq L azaldısa, müqavimət R də azalıb. Çünki bizdə R bərabərdir, rho L bölünsün S düsturu var. Əgər reostatın işçi uzunluğu azalıbsa, deməli müqaviməti də azalıb. Deməli, burada müqavimət azalıb. Müqavimət azalıbsa, bu dövrədə təbii ki, cəryan şiddəti artmış olacaq. I bərabərdir, U bölünsün R-dir. Müqavimət azalıbsa, I cəryan şiddəti təbii ki, artmalıdır. I cəryan şiddəti artdısa, onda M bərabərdir KQ, o da bərabər KIT yazsaq, I cəryan şiddəti artdığına görə ayrılan maddənin kütləsi də artmış olar. Deməli, uyğun düsturları yazmaqla yazdıq ki, ayrılan gümüşün kütləsi burada artmış olacaq. Daha sonra 16-cı suala keçsək, metalın 100 Selsidə müqaviməti 14-dür. 200 Selsidəki müqavimətin neçə olduğunu hesablayın. Burada 100 Selsidəki müqavimət bizə verilib, bizə isə 200 Selsidəki müqavimət lazımdır. Müqavimətin temperaturla bağlı düsturu R bərabər R0 1 üstəgəl alfa T-dir. Ancaq biz diqqət eləməliyik ki, burada R0 0 Selsi dərəcədəki müqaviməti bizə bildirir. Baxın, R0 nədir? 0 Selsi dərəcədə naqilin sahib olduğu müqavimətdir. Amma diqqət ediriksə, 0 Selsi dərəcədəki naqilin müqaviməti bizə verilməyib şərtdə. Ona görə də gəlin birinci ifadədən istifadə etməklə R0-ı təyin edək. Birinci olaraq mən yazıram ki, R bərabərdir R0 1 üstəgəl alfa T. Buradan R0 dedik ki, 0 Selsidəki müqavimətdir və R-i təyin etmək üçün bu bizə lazımdır. Onda R0-ı buradan tapaq. R0 bərabərdir R bölünsün 1 üstəgələk alfa T. İndi gəlin biz sadəcə 100 Selsi dərəcə üçün işləyək. 100 Selsi dərəcədə müqavimət 14 ohm olaraq verilir. Yəni, R-in yerinə 14 yazıram. 1 üstə gəlinsin, alfanı bizə verir 1000-də 4 olaraq yazıram. 0,1000-də 4 vurulsun 100 Selsi. Yəni, biz 100 Selsidəki 14 ohmu yerinə qoyduğumuz üçün təbii ki, temperatur olaraq da 100 Selsini götürməliyik. Deməli, alınacaq burada nə? 14 bölünsün. 1000-də 0-dan 1000-də 4-ü 100-ə vuranda 0,4 alınır. 10 da 1-lə toplayanda 1,4 alınır. Bu da eləyəcək bizdə 10 ohm. Deməli, R0 müqavimət, yəni 0 Selsi dərəcədə naqilin sahib olduğu R0 müqaviməti biz 10 ohm olaraq almış olduq. İndi 10 ohm müqavimətimiz əldə var. Bizə lazımdır 200 Selsidəki müqaviməti təyin etmək. Onda yazıram yenə də R bərabərdir R0 1 üstə gəlsin alfa T. Bu halda isə temperaturun 200 olduğu hal üçün biz müqaviməti hesablamaq istəyirik. R0-ı artıq tapdıq. R0-ımız 10-dur. 1 üstə gəlinsin alfa yenə də 0,1000-də 4-dür. Vurulsun T temperaturu isə 200-dür. Yəni biz artıq 200 Selsidəki müqaviməti axtarırıq. Bərabərdir 10 vurulsun 1 üstə gəlsin 1000-də 4 ilə 200-ü bir-birinə vuranda eləyəcək 0,8 0,8 ilə 1-i toplasaq 1,8 1,8 vur 10 təbii ki eləyəcək bizdə 18 ohm. Deməli bu sualın doğru cavabı 18 ohm alınar. Daha sonra 17-ci sualımıza baxsaq. Termistorun temperaturunu artıranda voltmetrlərin və ampermetrin göstəricisi necə dəyişər? Uyğun düsturları yazmaqla fikrinizi əsaslandırın. Biz diqqət ediriksə, termistor burada verilib.
Termistor qeyd etdik ki, yarım keçiricidir və qeyd elədik ki, yarım keçiricilərin müqaviməti onların temperaturu ilə tərs mütənasib olaraq asılıdır. Əgər biz termistorun temperaturunu artırmışıqsa, yəni temperatur burada artıbsa, müqavimət nə etməli? Azalmalı. Çünki tərsinə asılıdır da, yarım keçirici müqavimət temperaturla tərs asılıdır. T artdı, R azaldı. İndi R azaldısa, ümumi dövrədəki cəryan şiddəti artmış olacaq. Niyə? Çünki I bərabərdir. Ümumi dövrədə U-nu sabit verir. Ümumi dövrənin gərginliyi bölünsün ümumi dövrənin müqaviməti yazıram. Burada görürük ki, iki müqavimət bir-birinə ardıcıl qaydada birləşib. Onda bu iki müqavimətin yekununu təyin etdiyimiz zaman R üstə gəlinsin, R termistor yaza bilərik. Deməli, ümumi dövrənin cəryan şiddəti, ümumi dövrənin gərginliyi böl ümumi dövrənin müqaviməti şəklində qeyd elədik. R rezistora biz heç nə etmədiyimizə görə o dəyişmir. Termistorun müqaviməti azalıbsa, təbii ki, cəryan şiddəti nə edib? Artıb. Bax, diqqət edin, U sabitdir, R sabitdir. I termistor azaldığına, R termistor azaldığına görə I cəryan şiddəti artdı. Yəni, ampermetrin göstəricisi artdı. İndi ampermetrin göstəricisinin artdığını artıq bilirik. Qaldı bizə voltmetrlərin göstəricilərini təyin eləmək. Voltmetrlərin göstəricilərini təyin eləmək üçün mən R rezistordan başlayıram. R rezistora qoşulan voltmetr sadəcə bu R rezistordakı gərginliyi göstərir. Bu gərginliyə U1 desən, U1 bərabər olacaq, üzərindən keçən I cəryan şiddəti vurulsun R-ə. İndi biz R rezistora heç nə etmədiyimizə, yəni onun temperaturunu artırıb azaltmadığımıza görə rezistorun R müqaviməti dəyişməyib. Amma ümumi dövrədəki cəryan artıb axı. Ümumi dövrədəki cəryan artıbsa, rezistorun üzərindən keçən cəryan da artıb. Onda deməli rezistordakı gərginlik artmış olacaq. Yəni V1 voltmetri rezistordakı gərginliyi göstərir və bu da artmış olacaq. İndi rezistordakı gərginliyi artdı. Bəs termistordakı gərginlik necə dəyişər? Bunu təyin eləmək istəyirik. Biz görürük ki, bu rezistorla termistor bir-birinə ardıcıl qaydada birləşir. Ardıcıl birləşmədə ümumi gərginliyin tapılma qaydası birinci və ikinci gərginlikləri cəmləmək. Yəni iki gərginliyimiz var. Ardıcılda biz bunları cəmləyib ümumi gərginliyə bərabər eləməliyik. Ümumi gərginliyimiz U konstantdır. Yəni ümumi gərginliyimiz dəyişə bilməz. Onda belə çıxır ki, birincinin gərginliyi əgər artıbsa, ikincinin gərginliyi azalsın ki, ümumi dövrədəki gərginlik dəyişə bilməsin. Deməli, V2 voltmetrinin göstəricisi burada azalar. Deməli, V1 artar, V2 azalar, A isə artar dedik. Ümid edirəm ki, bu izah sizə tam aydın oldu. Daha sonra 18-ci sualımıza baxsaq, 0 Selsi temperaturda metal naqildə ayrılan güc 140 voltdur və onun uclarındakı gərginliyini dəyişmədən 0 Selsidən 100 Selsiyə qədər temperaturu artırsaq, ayrılan güc nəyə bərabər olar? Koordinat oxları üzərində qiymətləri göstərərək qrafikdə çəkməyimizi istəyir. Biz əvvəlcə diqqət edirik ki, 0 Selsi temperaturda ayrılan gücü bizə 140 olaraq verilir və deyilir ki, uclarında gərginliyi dəyişmədən. Deməli, gərginliyi biz dəyişmədən baxırıqsa, U bərabər konstant olmalıdır bu halda və güc üçün onda düsturumuz olacaq P bərabər U kvadratı böl R. İndi diqqət edirik ki, 0 Selsi temperaturdan danışır. Biz əvvəlcə yazaq bura 0 Selsi temperatur. 0 Selsi temperaturu üçün naqilin sahib olduğu müqavimətə R0 müqaviməti deyirik. Onda sahib olduğu gücə də P0 deyə bilərik. Onda deməli P0 bərabərdir U kvadratı bölünsün R0 yazmaq olar. Bu 0 Selsi dərəcədə naqilin sahib olduğu gücdür. Bu gücü 140 watt olaraq bizə verir. Buraya yazıram 140 watt. Daha sonra biz naqilin temperaturunu artırırıq 100 Selsiyə qədər. Onda 100 Selsi dərəcə üçün biz güc ifadəsini yazsaq, P bərabər U kvadratı böl R yaza bilərik. P bərabər U kvadratı böl R yazıram. İndi buradakı R müqaviməti açdığımız zaman alınacaq U kvadratı böl R0 1 üstəgəl alfa T. İndi buradan diqqət ediriksə, bizdə U kvadratı böl R0 alınır. U kvadrat böl R0 nəyə bərabərdir? Yuxarı baxaq. U kvadratı böl R0 bizdə 140 vata bərabərdir. Onda U kvadratı böl R0-ın yerinə gətirib yuxarıdakı ifadəni, yəni 140 vatı qoysaq, alınacaq 140 bölünsün 1 üstə gəlinsin alfa T. İndi qalır bunu bizə hesablamaq. Yəni 140 bölək 1 plus alfa T-ni hesablasaq, biz P-nin, yəni 100 Selsidəki gücün ifadəsini almış olarıq. P bərabərdir 140
bölünsün 1 üstəgələk alfa T. İndi alfa bizdə 1000-də 4-dür, 0,1000-də 4 yazıram. T temperaturu isə 100 Selsi olaraq veriblər. 10 da alınır, 140 bölünsün. 1000-də 4-ü 100-ə vurduğumuz zaman 0,4 üstünə 1 gəldi, elədi 1,4. Deməli, bu eləyəcək bizdə 100 watt. Yəni 100 Selsi dərəcədəki gücü biz 100 watt olaraq almış olduq. İndi gücün temperaturdan asılı qrafikini çəkmək qalır. Gücün biraz öncəki düsturuna qeyd etdik ki, P bərabər U kvadratı bölünsün R0 1 üstə gəlinsin alfa T şəklindədir. Buradan təbii ki, gücün temperaturla asılığı bitişik tərs asılıq olacaq. Yəni temperatur 0 olsa aşağı 0, yəni bizdə məxrəc 0-a getmir. Ona görə də P-nin T-dən asılılığını, temperaturdan asılılığını bitişik tərs asılıq olaraq çəkə bilərik. Deməli 0 Selsi dərəcə bu temperatur, bura Selsidə yaza bilərsiniz, temperatur Selsi dərəcə ilə. 0 Selsi dərəcədəki gücü bizə 140 watt olaraq vermişdi. Bura yazıram 140 və 100 Selsi dərəcədəki gücü isə biz 100 watt olaraq almış olduq. Deməli, qrafikimiz bax bu şəkildə olacaq. Hesablamamızı da qeyd etmiş olduq. Bugünkü izahımız bu qədər. Sağ olun. Gələn izahlarda görüşərik.